Salam olsun Mustafa bəy sizə. Salam olsun əziz izləyicilərimiz. Salam olsun bütün Türk dünyasına. Əziz və böyük Türk millətim. Deməli bu günləri 2 gündür bu İsrail Türkiye arasında olan son günlərdə gedən siyasi sıxıntılar və qarşıdurmaların nəticəsində 2 gündür İsrail Siyonist Netanyahu kabineti və Siyonizm artıq bu günləri İsrailin Xarici İşlər Naziri Hedon Saar artıq erməni millətinə müsabiqə vermiş və bütün dünyaya car çəkmişdilər ki, İsrail kabineti bugün yetkinliklə Birinci Dünya Savaşında olan ermənilərə qarşı güya Türklərin, Osmanlının qətliyam yapmasını genosid kimi, qətliyam kimi tanımışlar. Bu nə deməkdir? İlk öncə bu İsrail elə bu son illərdə, son vaxtlarda Fələstində yaptığı qətliyamlar, qadın, uşaq demədən başlarına 5 ton, 4 tonluq bomba tökərək insanları qətl etmələri və İran-İsrail-ABD savaşında orta məktəbdə qızların məktəbinə 164 nəfər qız uşağının başına bombalar tökməyi və qətliyamlar yapmağı, bunların özləri terörist ola-ola qətliyamlar yapa-yapa bilmirlər, əlləri hər yerdən üzülmüş və Türkiyəmizə qarşı 100 il bundan qabaq Birinci Dünya Savaşında olmuş hadisələri yenidən gündəmə gətirib ermənilərə dəstək çıxırlar. Qardaş ölkəmiz Türkiyəyə qarşı bu çirkin addımlar bizi Azərbaycanlıları da, biz Azərbaycan Türklərini də tutur. Çünki ilk öncə Netanyahu fikirləşməlidir ki, Bakı, Tbilisi, Ceyhan neft kəmərindən, petroldan İsrailin dünyada ən ucuz aldığı petrolun 60% bizdən gedir. Bu bir. İkincisi, Siyonistlər, hər kəs bilsin, Siyonizm Yahudi dili deyil, din deyil ümumiyyətlə. Siyonistlərin hamısı Allahsız, kitabsız, dəftərsizdirlər. Siyonizm milliyətçi, Yahudi milliyətçi hərəkətinin dinin adından hərəkət edirlər. Və bu 130 il tarixi var bu Siyonizmin. Theodor Herzl Siyonizmin baş liderlərindən biri. Alman Yahudisi olmuşdu. Bunlar Siyonizmin və İsrailin qurulması üçün Siyonizmin bir ideologiya kimi istifadə etmişlər. Bu çox çirkin və sapqın ideologiyadır. Bunlar heç birinə Allah'a inanırlar, nə kitaba, nə Tövrətə, nə heç birinə. Bunu Yahudilərin özü də dəfələrlə təkrar edildi. Yəni Yahudi icması, din icmaları hamısı təkrar edildi. Siyonizm tam başqadır. Bunların vəd edilmiş torpaqları söhbəti də yalan uydurma söhbətlərdir. Bu Tövrətdə, ya İncildə, ya hardasa dini kitablarda yazılıblar. İbrahim Peyğəmbər gəldi, buradan keçdi, ora getdi, oradan keçdi. Bura Allah tərəfindən bunlara vəd edilmiş torpaqdır. Birinci, tarixi düzgün bilmək lazımdır. İbrahim Peyğəmbər eşi rəhmətə gedəndə onu bastırılmağa 1 metr torpağı yox idi. Onun oğulları o vaxt krallıqdan izin istədilər ki, atalarını torpağa bastırsınlar. Nə tər vəd edilmiş torpaqlar var? Əgər vəd edilmiş torpaqlar var etsə də 1950-ci ildə Siyonistlərin 1917-ci, 18-ci ildə Leninə Sovetlər qurulanda kommunikasiyanı, yolları və sənayeni düzəltmək üçün 50 milyard dollar pul vermişdilər ki, əgər ödənilməsə Krımı bizə təhvil verəsiniz. Burada Amerikan, İngiltərə var idi. Vəd edilmiş torpağında Krım idi ki, bunlar Krımda İsrail qurmaq istəyirdilər. Stalin bunu Yalta konferansında rədd elədi əlinin dalına və Krımı, bugünkü Krımı Xruşov vasitəsilə Ukrayna nəzdinə keçdi ki, o 50 milyard dollar pulu ödəməsin. Bu bir tərəfi. İkinci, Theodor Herzl Siyonizmin bahanəsi olaraq, İsrailin də qurucu bahanəsi olaraq ideoloji tərəfdən. Əgər vəd edilmiş torpaqlar isə də
Afrikada, Ugandada niyə qurmaq istəyirdilər İsraili? Və yaxud da ki, Argentinada İsrail qurmaq istəyirdilər. Və sonunda bu gəldi, düşdü. Birinci Dünya Savaşından Osmanlının zəiflənməsi və Antanata dövlətlərinin təsiri ilə İngiltərənin qalib gəlməsi ilə Fələstin torpaqlarında İsrail qurulmasını o zaman İngiltərə Xarici Naziri Arthur Balfour'un deklarasiyası nəticəsində əmələ gəldi. Qurulmasına izin verildi. Bunu da İngiltərədə oturan eşqinaz Rothschild xanədanlığı şəxsən Rothschildin xahişi ilə olundu. Ona görə də bugün Rothschild xanədağının nəvəsi deyir ki, bugünkü o İsraili quran bizik. Və İsraili əsas dövlət kimi quran İngilislərdir, Anglo-Saksonlardır. Finans edənlər də Siyonistlərdir. Bunu hər kəs bilsin. İkinci bir tərəfdən, biz türklər olaraq yaxşı yadlarına salsınlar ki, Yahudiləri Avropada, hər yerdə, qıranda, qətl edəndə, İspaniyada, Romada, hər yerdə. İlk dəfə tarixdə bunlar bizim Xəzər xaqanatlığında 6-cı əsrdə hər yerdən bunları qıranda, qovalayanda Yahudilər bizim qənadimizin altına gəldi. Biz türklərin, biz türk xaqanatlığının, Xəzər xaqanatlığının. Və biz onları qəbul etdik. Dedik, dininizdə də qalın, mətbəənizdə də qalın, rahat sərbəst hərəkət edin, ticarətiniz də edin. Xəzər xaqanatlığı, hansı ki, bu günləri eşqinazlar özünə Xəzərlilər deyirlər. Və həmin biz türklərin qurduğu dövlətdə bizim qənadimizin altında oldular. Sonradan biz Musavi dinini qəbul etdik. O zaman həm İslam, həm bir tərəfdən də Xristiyanlıq var edən. Ona görə orta dil olaraq Musavili qəbul etmişik. Hansı ki, bu günləri Xəzəriyyə dövlətini qurmaq istədikləri və onlar özlərinə çıxartdıqları ki, bunlar Yahudilərin dövlətidir. Xeyr, bizim türklərin dövlətidir. İkinci, endüstrili İslam dövləti var idi xəlifəlikdə, əmirliyi İspaniyada. Bu dağıldıqda Yahudiləri qətliyam yapırdılar, inkvizisiya edirdilər, öz dinlərindən döndərirdilər. Kim dönmürdü, onları qətl edirdilər. Osmanlı 1600-cü illərdə, 1500-ün sonu və 1600-cü illərin əvvəlində Osmanlı gəmilər göndərərək Yahudi xalqını, 300 min Yahudini gətirərək bugünkü Selanikdə yerləşdirdi. Öz mətbələrlə gəldilər, öz dinlərinlə, öz adətindən, öz ədənəsindən və onlara da heç birini dəyilmədi. Buna baxmayaraq onların içindən yenə üstündən bir müddət keçəndən sonra İzmir doğumlu Səbatay Sevi ortaya çıxdı və qurtarıcı Məsih kimi özünü qələmə verərək Səbatayizmi yaratdı. Və bunu da Osmanlı 4-cü Məhmədin Səfərbamsı zamanında cəzalandırdılar. Ölüm hökmü kəsəndə bu dinindən dandı, Yahudilərin gözünün qarşısında müsəlmanlığı qəbul etdi. Düzdür, müsəlmanlığı qəbul etsə də əməliyyatdan başladılar yenə də öz Səbatayizm dinini, sapqın dinini irəli sürməyə. Bu bir tərəfi. İkinci, bizdə olan Azərbaycanda dağ Yahudiləri dediyimiz Cuhudlar və Dərbətdə, Dağıstan bölgəsində oldular. Bunların da əsl kökü Mesopotamiyadandır. Bunlar Sasani dövləti ən pik vaxtında, ən ucalan vaxtında Xosrov Ərüşşirvan hökmdar var idi. Çox ağıllı və dərrəkarı strategik hökmdardır. Xosrov Ərüşşirvan İpək yolunda kontrol etmək üçün həmin bu Cuhudlar dediyimiz dağ Yahudiləri və Dərbətdə olan Cuhudları Qafqaz bölgəsindən bu İpək yolu üzərindən köç elətdirdi və yerləşdirdi. Onlara da tapşırdı, yerli cəmaət kimi, yerli xalq kimi geyinəsiniz, onların adətini, ənənəsini götürəsiniz. Amma qızlarınızı, oğullarınızı özünüzdən başqa kiməsə vermişsiniz. Öz adətinizdə qalırsınız, yəni qanı qarışdırmışsınız. Bunları İpək yolunda ticarəti kontrol etmək üçün bu bölgəyə yerləşdirdi. Və hansı ki, bu günləri Rusiya-Ukrayna savaşından Siyonistlər istəyirlər Kiprisin cənub tərəfindən, yəni Güney Rum kəsimi tərəfindən başlayaraq Ukraynanın işğal olunmuş əraziləri
Rusiyanın bir bölməsi Azov dənizinin ətrafından düz Dərbəndə kimi bunlar Xəzəriyə 2 adında dövlət qurmaq fikirləri var. Yəni bütün bu bölgəni hamısını əllərə götürmək fikirləri var. Siyonistlər deyim biləsiniz, hər dəfə də demişəm. Zelenski də siyonistdir, Netanyahu da siyonistdir. Bunlar üçün din, Allah, kitab yoxdur. Bunlar çox sapqın bir ideologiya ilə məşğuldurlar. Bunlardan ötürü qadın, uşaq, insan ölümü heç nədir. Və siyonizm vəd edilmiş torpaqları bu xəritədir kəşflər özləri üçün. Bir üzdə gəlir bu bizim Naxçıvana çıxır. İranın bir bölməsi, Türkiyəmizin bir bölgəsi, Suriya, İraq hər yeri alır. Siyonizmin sınırları yoxdur, sərhədləri yoxdur. Siyonizm bütün dünyanı öz etkisi altına almaq istəyir və öz çatısı altında saxlamaq istəyir. Bunların ideologiyası budur. Və bu Netanyahu'nun da əlindən bu siyasi araşdırmalara baxdıqda, böyük rəsmi gördükdə, bu görülən İsrail Quran Anglo-Saksonlardır və bunlar bu İsrailin üstünə xət çəkmişdilər. Gec-tezi bu dağılacaqdır bu İsrail. Mənim bəzi bu sözlərimin yazılarımda da var. Bəzi Türkiyədə olan araşdırmaçılar, yazarlar demişdilər ki, necə ola bilər? Görəsiniz, hər şeyin vaxtı var. Sadəcə olaraq bu İsrailin üstündən xət çəkib, yeni Xəzəriyə dövləti, yeni İsrail qurmaq fikirləri, yeni Yerusəlim, Ukrayna işğal olunmuş torpaqlarında və digər bölgələrdə. Çünki bunların həm Xabbad təşkilatları, həm Kiprisdə çox güclü oturmuş, həm Rusiyada iqtidarı demək olar ki, ələ almışlar. Rusiya iqtidarında Putinin özündən başqa bütün hamısı Yahudilərdir. Və hamısı da Xabbad təşkilatına baxırlar. Xabbad da siyonizmin bir qoludur. Və bu günləri erməni soyqırımını əgər tanıyırlarsa da, mən hər dəfə demişdim, türk yazarlar və arxiv işlərlə məşğul olanlar. Birinci Dünya Savaşından olan komisyon tutulmuş Amerikanların və digər ölkələrin sənədləri hamısı Amerikadadır. Arxivlər. Hesaba görə Birinci Dünya Savaşında ermənilərlə Rumlar, yəni Yunanlar 2,5 milyon türkü qətl etmişlər. O hamısı sənədlərdə durur, onları hamısını qaldırmaq lazımdır. Biz də bunları qaldıraq. Komissiya yaradağın, kabinet formalaşdıraq, bunları qaldıraq. Görək kim kimə qətl etmişlər. Əgər Osmanlı erməniləri qətl etmişsə də, niyə nəsil sualı olmur? Savaş gedirdi. Siz öldürürdünüz, biz də öldürürdük. Biz cəbhədə vuruşurduq, siz arkada qadın uşaqlarımızı hamısını kilsələrə doldurub yandırırdınız, öldürürdünüz, doğruyordunuz. Bunun cavabı nə olmalıydı ki? Əgər biz qətiliyəm yatmaq istəsəydik, bu günləri Türkiyədə 50 mindən çox erməni yaşamazdı. Nə millət vəkili seçilib, dövlətin maaşını almazdı. Və hər ildə çıxıb genosid qışqırmazdı, ya soyqırım qışqırmazdı. Əgər biz soyqırım yapsaydıq. Biz soyqırım yapsaydıq, bugünkü Ermənistan yox idi. Nə qədər ki, Türkiyədə bir dənə erməni dövlət işində, dövlət vəzifəsində olmazdı. Nə də millət vəkili olmazdı. Bu şeylərin hamısı bizim Türkiyəmizin üzərinə, biz Türklərə qarşı oynanan oyundur. Və bu son İran-İsrail savaşı da yenə mən hər bir şey dediyimiz üzərindəyəm. Bu durmur və durmayacaq da. Bu böyüyəcəkdir, böyük savaşlar. Bunlar istədikləri odur ki, Yahudilərin, İsrail, siyonistlərinin müsəlmanı müsəlmana qırdırsınlar. Suriyanı Hizbullah'a qarşı savaştırsınlar, özləri də kənarda dursun. Burada da sünni-şiə məzhəblərini qarşı-qarşıya qoyaraq bölgəni qana bulasınlar. Bunlar istədikləri budur. Ona görə, əziz və böyük türk millətim, ruhdan düşmək yoxdur. Bunların dedikləri varsa, bizim də dediklərimiz var. Və Azərbaycan da bu soyqırımın əgər İsrail tanıyırsa da, bunu bir yüzü bizi tutur. Çünki dünya medyası demək olar ki, hər ölkədə siyonistlərin əlindədir. Və bunlar bacardığı qədər türklərin nə qədər düşmənləri var. Yunan, Fransızlar, Avropa ölkələri, Belçika və digərləri hamısı bunu dərhal tanıyıb və böyük şişirdəcəklər. Rusiyada onun kimi. Rusiyada olan qüvvələr də onun kimi.
Ve bu işlerin de sonu gezi tezi bu oyunlar, bu Amerika'nın oyunları, bu Amerika'nın dostları, bu İsrail'in dostları bilsinler ki bu oyunların sonu Türkiyəmizi Rusya ilə qarşı-qarşıya gətirməkdir. Əgər Yunanistan, Ermənistan kimi qaza gəlib, Fransanın ya İsrailin kimisə qazına gəlib, Türkiyəmizə qarşı savaş açacaqsa da Yunanistan 24 saata yox olacaq. Afinada ay ulduzlu bayraq dalgalanacaq. Bunu da yaxşı bilsinlər. Onun kimi İsrailin Birinci Dünya Savaşında olan hadisələri yenidən qabartmağı, bu həm də Azərbaycan-Ermənistan arasında sülh imzasının uzadılmasına və sülhə qarşı olan bir addımdır. Və bu sülhü imkan verməyəcəkdir. Onsuz da uzadırlar, hər gün bir bahanə edirlər. Rusya bir tərəfdən, İran bir tərəfdən, İngilislər bir, Anglo-Saksonlar bir tərəfdən, bu günlərdə İsrail bir tərəfdən. Azərbaycan-Ermənistan arasında olan sülhə imza atılmasını da buradan zədələyirlər. Allah'a emanet olun. Nə mutlu Türk'üm diyene.